Mövzumuzun adı ilə tanış edeyim sizi. Məsuliyyətli yaşamaq. Məsuliyyətli yaşamaq. Bəli, biz bir bəşər olaraq həm haqlarımız var, eyni zamanda öhdəliklərimiz və vəzifələrimiz var. Bunlar ikisi yanaşıdır. Elə buna görə də biz məsuliyyət daşıyırıq. Məsuliyyət hissi burada meydana gəlir. Və xilqət içərisində ən böyük məsuliyyət bəşər olaraq bizim öhdəmizə düşüb. Söhbət fərd olaraq danışmıram, bir insan olaraq ən böyük missiya bizim öhdəmizə düşüb. Belə desəm, daha dəqiq olar, xoşbəxtlikdən həmən püsk bizim üzərimizə düşüb. Yaxşı. Əlbəttə, bəzi insanların xoşu gəlmir məsuliyyətli yaşamaqdan. Çətindir axı insan məsuliyyət hissi olsun, ona uyğun yaşasın. Amma bu lütf bizə nəsib olub, ən böyük məsuliyyət hissi. Bəli. Və bir insanın başa düşsə ki, həyatda böyük bir missiyası var, ömrünü hədər eləməz. Ömrümüzün indi bəzilərimiz çox hissəsi geridə qalıb, bəzi təzə başlayıb, bəzi yarısındadır. Hər halda biz anlasaq ki, böyük bir dənə missiyamız var, sözün əsl mənasında. Böyük bir missiyamız var, onu bitirməliyik. Və zaman da kifayət eləyər öz missiyamızı icra eləməyə. İnşallah, əgər dəqiq yaşasaq, diqqətlə yaşasaq, elə kifayət eləyəcək o zaman bizə öz öhdəliyimizi icra eləməyə. Zamanımızı fota verməsin. Allah Quranda buyurur, İnnə əğəznəl əmanə ələs-səmavati vəl-ərdi vəl-cibal. Mən əmanəti yerlərə təqdim etdim, yerə təqdim etdim, göylərə təqdim etdim, dağa təqdim etdim, fəəbeynə ən yəhmilnəhə. Dağ dedi, mənlidir. Göylər dedi, mənlidir, yer dedi, mənlidir. Maraqlı. Və əşfəqnə minhə. Qorxdular. Biz bu yükü götürə bilməlik. Və həmələ hələ insan. İnsan həmən öhdəliyi üzərinə götürdü. İnnəhu kənə zəlumən və cəhula. Ey insan, sən həqiqətən nadansan və həddivaşan bir varlıqsan. Hələ ki, bu ayə tərcüməsi. Böyük İslam mütəfəkkirlərindən biri dünyasını dəyişib, şəhid dəmdə. O, bu ayə yetişənə deyirdi ki, burada əmanətdən məqsəd insanın məsuliyyətidir, məsuliyyət hissidir, insanlıq məsuliyyətidir. Ki, insan onu götürə bildi öhdəsinə. Məsuliyyət hissi, yəni hər zamanda, hər dönəmdə, hər vəziyyətdə öhdəliklərimiz var. Məsuliyyət hissi, yəni bu. Yəni, mən hər an bir vəzifəm var. Harada oluram olum, kim oluramsa olum, hansı vəziyyətdə oluramsa olum. Hər şəraitdə mənim öhdəliyim var, onu icra eləməliyəm. Başa düşürsünüz? Yəni, heç bir insan deyəməz ki, mən elə bir vəziyyətdəyim ki, mənim öhdəliyim yoxdur. Yox, belədir. Hər situasiyada, hər bir vəziyyətdə, hər bir halda sənin vəzifən var. Vəzifən var. Və əgər o vəzifəvi icra eləmək çətinləşirsə, ilahi yardım da çoxalmağa başlayır. Allah bilən belə bir sistem qurub. Vəziyyət kritik olanda yardım da çoxalmağa başlayır. Allahın rəhmət əli daha çox üzərində olur, o sığal əli. Və hər yerdən sənə kömək eləməyə başlayır. Allah bu sistemi belə qurub, təkvin belədir. Maraqlıdır. Adi şəraitdə o qədər görərsən köməyin yoxdur. Amma vəziyyət çətinləşəndə, hətta dalana dirənəndə, oradan bir qapı açır Allah Teala. Niyə? Çünki sən öz öhdəliyi viki eləyirsən, Allah dalandan qapı açır. Başa düşürsünüz? Bu dünya görüşü insanda olsa, insan heç o məyus deyil. Heç o məyus deyil. Həqiqətən bəzən görsən insanlar ümidsizləşir. İndi bizim doğru yanaşma o layihədə qabaqladım əslində. Mövzumuz ümiddir. Orada onu danışacaq da, o digər ki, ruhani qardaşımızla.
Orada baxarsınız, orada bunu danışacaq. Ümid. Ümid çox mühüm mövzudur. İnsan bunu anlayır. Hər vəziyyətdə məsuliyyətim var. Neynəməliyəm, o bilməliyəm. Bəli. Ona görə Allah Teala buyurur ki, فَلَنَسْأَلَنَّ الَّذ۪ينَ اُرْسِلُوا اِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ Həm Peyğəmbərlər sizlərdən hesab kitab çəkəcəm, həm də kimin üzərinə getmişsiniz, bəşəriyyətdən hesab kitab çəkəcəm. Yəni, hamımızın hesab kitabı var. Yaxşı bir söz deyirdi bir İslam alimi, deyirdi, hamı deyir mənim haqlarım. Az insan var ki, söyləsin mənim öhdəliklər nədir. Kimə vursan, kimə baxsan öz haqqından dən vurur. Normaldır da insan haqqını istəyər indi. Hansı çərçivədə, necə olmalıdır, o özü izah olunmalıdır, söhbət olunmalıdır, ailədə necə olmalıdır, işdə necə olmalıdır, çöldə necə olmalıdır. Bunlar hamı söz yerine. Amma mənim öhdəliyim nədir? Bunu az adam soruşur. Başa düşürsünüz. Yəni, o çox mühümdür ki, adam bir düşünə ki, mən vəzifəm nədir ümumiyyətlə? Mən neynəməliyəm? Mən nə işlər görməliyəm? Boynuma nələr düşüb? Bu cürlə yaşayan insan, məsələn, belə deyək də, Allahdan da çox da neynəməz, şikayətçi olmaz Allahdana. Cəmiyyətdən ola bilər, bir təbəqədən insanda şikayətçi ola bilər, işim yoxdur. Allah və bəzi insan çox şikayətçidir Allahdan. İnsan gəlib bu məsələləri həll eləsin. Mən neynəməliyəm? Mən neynəməliyəm? Boynuma düşənlər nədir? Bəli. Və hər günün də öz öhdəlikləri var. Əgər sən bugün öz öhdəlikləri icra eləmirsənsə, nəticə nədir? Sabahki öhdəliyin sənə çətinləşəcək. Bəzi vaxtlar çətinliklə üzləşirik, o çətinlikləri, süni çətinliklər özümüz yaratmışıq. Dünənki işimizi icra eləməmişik, yəni bugünkü iş bizə çətin olub. Elə bil ki, sən bir kitabı oxuyub qutarmalısan, imtahan verməlisən. Hər günün planın var ki, 100 səhifə oxumalısan. O 100 normal misaldır da, hə? 100 səhifə bugün oxumursansa, sabah çətinləşəcək də sənə. Yüklənirsə. Sonra sən yüklənmişəm. O yükü özün yaratmışsan da. O yükü özün yaratmışsan. Biraz məsələn, başqa istiqamət taparım. Sən bugün boynuna düşən öhdəlik ki var, onu icra eləyə bilmirsənsə, sabah ikinci gələn öhdəlik ki var, o sənə çətin olacaq. Biraz da çətinləşsə, daha çətin olacaq. Ona görə bəzi məsələlərlə ki, biz hərdən tabımız yox, taqətimiz yox. Niyə? Çünki keçən günlərdə o öhdəliklər, o imtihanlardan uzaq çıxmamışıq. Ona görə vəziyyət budur. Bugünün sabahın hadisələrə təsiri var. Hətta ola bilər ki, büdrəyərsən sabahın imtihanlarında. Bugünün kiçik imtihanlarından çıxmasan, sabahın böyük imtihanlarında büdrəyərsən. Və Qurandan bir dənə ayə oxuyuram sizə. Bu ayə ilə də məsələni izah edirəm sizə. Davud Peyğəmbərin vaxtıdır. Talut adlı bir nəfərdir. Yaxşı, Davuda yaxın insandır. Allah Peyğəmbəri onu başçı təyin edib bir qövmün üzərinə. O qövm gedib mübarizə aparmalıdır Calutla. Talut müsbət, Calut mənfi. İndiki bu ordu çıxıb getməlidir mübarizəyə. Talut orada qayıt dedi ki, İnnallaha mubtəlikum. Allah sizi imtihan edir. Bir imtihanımız var. Nədir imtihan? Bir nəhərin. Bir çay var. İndi o rastlaşacaq onunla. O çaydan içməyin. Su içməyin. Bu niyə belə içməyin də Allah istəmir. Başa düşürsən? Deyir, olmaz. Bəndə deyilsən, deyir, olmaz. Yaxşı. Nə baş verdi? Bir qrup içdi. Peyğəmbər də əvvəldən dedi, Fəmən şəribə minhu fəleysə minni. Kim ki ondan içsə, məndən deyil. Mənə aidət yoxdur. Bizdən ayrıdır. Daha doğrusu Talut dedi. Və mən ləm yətəəmhu fəinnəhu minni. Bəli, kim heç ondan zərrədə az da olsa dadması, o bizə aiddir. Bizdəndir. Yaxşı. İllə mən ixtərəfə qurfətən biyədihi. Yaxşı. Bu hissəni tərcümə edirəm. Fəşşəribu minhu illə qalil. Bu bir müfəssirin izahıdır, oradan izah verirəm sizə. Təəssüf olsun ki,
çoxsu içdi, azı içmədi. Yəni çoxu imtahana nə oldu? Uzaq çıxmadı. Qoşunun bir qismi getdi. Azaldı qoşun. Ayrıldılar Peyğəmbər o şəxsiyyətdən, Talutdan. Amma bir qismi biraz o sudan datdı, birazca. Bir qismi heç içmədi. 3 qism. Razısınız? Bir qismi tamamən içdi. Heç onlar o öndəki imtahana heç girmədi də. Birbaşa çıxdı, getdi. Biz qoşulmuruq sən. Çəkildi kənara. İkinci qrup heç içmədi, üçüncü qrup biraz içdi. Qaldı 2. Biraz dodaqlarına suyu vuranlar, heç dodaqlarına suyu vurmayanlar. Nəticə nə oldu? Bu ayət çox maraqlı ayətdir. Aha. Gəldilər, çatdılar, Calutla üzbəüz dayandılar. Calutla üzbəüz dayananlar Huvə vəllədinə amenu məh qal la taqətə lənəl yevm bi Calut və cunudihi. Baxlar, görürlər, qoşun çoxdur, böyük ordudur. Onlar ki, biraz odan dadmışlar, o sudan qayıtlar ki, bizlikdir. Bu çətin olacaq bunlarla mübarizə var. Onlar da bir həddəyəcən gəldi, bir yerdə qırıldı. Məsələ, hələ tələsmədə o adama qiymət verəsən də, filan kəs qardaşdır, hələ yəni qardaşdır. Qardaş, deyən görələ, qardaşdır, bilsən, yiyib içməkdə qardaşdır bu. Bəli, vəziyyət yaxşı geyir. Sənə görəsə kimsə itirməyəcək, ona görə qardaşdır. Hə, sənə görəsə kimləri itirməlidir, orada qardaşdır, yoxsa, orada biləcəksən qardaşdır, yoxsa. Hələ nə yatdın, nə yuxuda görəsən deyir. Çatdıq. Çatdıq, bunlar qayıtlar ki, o sudan biraz dadanlar, fikir verin, mənəvi halətlərinə təvəkkülləri itib. Onlar çoxdur ya. Biz neyəcəyik? Biz azıq. Riyazi hesablamalarla baxdılar məsələyə. İlahi hesablamalarla deyil. Yaxşı. Aha, bu ayənin bu hissəsi. Amma bir hissə ki var idi, heç içməmişdi. Qaləl-ləzīnə yazunnun ennəhum mulaqullah. Amma bir qrup insanlar vardı orada ki, onlar heç suya dodaqlarına vurmamışlar. Qayıtlar, kəm min fiyyətin qalilə, qaləbət fiyyətən kəsirə. Biz axı tarix görmüşük, nə qədər azlar çoxlara qalib gəldi. Bu söz. Çün o imtihandan başuca çıxmışdılar. Diqqət elədiniz. Heç sudan nəinki içmişlər, dodaqlarını da vurmamışdılar. O ilahi imtihandan uzaq çıxmışdılar. Gəldi bu imtihana neynərlər? Uzaq çıxdılar, qayıtlar ki, nə qədər azlar çoxlara qalib gəldi. Yadıma bu ayəni oxuyanda əvvəl fəzağa düşür. Gəldi suyu götürdü belə. Dedi, İmam Hüseyin susuz, mən bu sudan içərəm. Əlini boşaltdı. Baxın, doğrudan da o qəribə haldır. Adətən belə hesablasın, suyu adam içər ki, taqəti olsun, daha da yaxşı, güclü olsun. Allah diyor, içmə. Allahın qaydaları var. Biz təkcə bu materiyadan ibarətdir. Biz iman gətirmişik ki, ümumiyyətdə ki, bizim ruhumuz var, həqiqətimiz var, qiyamət var, məad var, Allah var, tohid. Buna iman gətirmişik yoxsa yox, bir sual budur. Əgər sən mən buna iman gətirmişəm, Allahın çıxarları ilə yaşa. Çıxarları yaşa. Allah çıxarları ilə yaşasın. Daha sənə deyiblər, məsələn, bu cür addım at. Belə eləsəm nə olacaq ki? Elə eləsəm nə olacaq ki? Elə eləsən nə olacaq? Allah deyib belə elə də. Orada bilir də niyə belə deyib də sənə. Adı görürsən, məsələn, bir dənə tutaq ki, sənə bir şifrə atırlar ki, ora pul vur. Bir dənə rəqəmi səhv vursan nə olur? Pul getdi başqasına, ala da bilmirsən. Düzdür. Bir dənə rəqəm səhvi, məsələn, neçə rəqəm? Bir dənə rəqəm nə oldu? Pul getdi başqasına. Ala bilərsən, indi yaxşısına, istisna. Sən o hərif, deyirsən, hərif söhbət edir. Görürsən, səndən rəqəm söhbət edirlər, nəinki hərif. Bəli, valla bir dənə xırda addım təsiri varsa, Allah bilir bu söz daha effektivdir. Allah bilir yol budur. Düzdür, insan nəfsinin xüsusiyyəti budur, mövzum değişilməsin. Mən rahat buraxın, öz istədiyim kimi eləyim. Bəzi insanlar da belə danışır deyənə, belə insanları sevirlər. Onu xoşladığı kimi danışır. Yox, sən onun, bu da deyir, çox filan kəs yaxşı insandır, savadlıdır. Yox, o sənin
Ona ki, sən deyirsən, savadlıdır, ona görə deyirsən bəzi vaxtlar ki, o sənin istədiyi deyir. Sənin nəfsün istəyir ki, heç nə məhdudiyyət olmasın, elə rahat olsun. O da onu deyir, ona görə xoşun gəlir ondan. Mən o mövzudan keçdim. Allah deyir, bu sudan içdin, ümumiyyətlə imtahandan keçirdin. Biraz içmisən, yarıyacan gəlmirsən. Elə ki, yarıyacan gəlmirsən, çatmısan ordunun qarşısına, orada deyirsən, yox, bu nədir, ay Allah, bunlarla biz mübarizə apara bilərik. Amma onlar ki, heç sudan içməyiblər, üzü ağ çıxıblar. O öhdəlikləri ki, boyunlarına düşmüşdü, icra ediblər. Bu öhdəliyi də icra edə bilirlər. Bax, dəqiq bir dənə də bir söz deyim sən. Müslüm gəldi Kufəyə. Boyunlarına nə gəldi Kufəhlinin? Məsuliyyət. Müslüm imtahandan çıxmayanlar neynədilər? İmam Hüseyni yarı yolda qoydular. Bu qədər. Bu qədər, məsələ bu qədər. Yine gəldim bu ayəyə. Qayıtlar kəm min fiyyətin qalilə, qələbət fiyyətən kəsirə, biiznillah. Allahın izni ilə azlar çoxlara qalib gəlir. Vallahu məs-sabirin. Amma burada gələk səbirli olasan. Allah, burada gələk səbirli olasan. Nə baş verdi? Müharibə baş verdi. Bu birlər də qoşuldular təzdən bunlara, görünən budur. Vuruşdular. وَلَمَّا بَرَزُوا لِجَالُتْ وَجُنُودِهِ elə ki, gəldilər müharibənin astınasına vuruşmağa, قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا سَبْرًا İlahi, sənə qurban olaram, nə olar bizə səbir ver, güc ver, bunlarla mübarizə aparaq və səbbit əqdamənə, ayaqlarımızı möhkəm elə, nə baş verdi? وَنْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ bizə nüsrətvi nazil elə, qeybi yardımı göndər, qeybi yardım gəldi, bunlar qələbə çaldılar. Deməli, qeybi yardım nədən keçir? Onun özünün öhdəliklərin ki var o günə qədər onları doğru dürüst icra elə. 1. Səbirli ol. 2. Allaha sığın, Allah kömək edəcək. Bu 3. Bu bir qayda. Və qələbə də çaldılar. Şükür olsun Allah. Bu bir ayədir, ibrət ala bilərik bu ayədən. Vallahi bu ayədən ibrət ala bilərik. Yəni, sən məsuliyyətin var bugünkü öhdəliklər və bunu eləməsən, sabah böyük imtihanlardan heç vaxt çıxa bilməyəcəksən. Heç vaxt. Xoşva gəlsə də belədir, xoşva gəlməsə də belədir, bu vəziyyət belədir. Bu Allahın qaydalarıdır. Yaxşı. Bu Allahın buyruqlarıdır. Yaxşı, biz məsuliyyətli varlıq. Həm özümüzlə bağlı öhdəliklərimiz var, bu mənada məsulluq ki, özümüzü islah eləməliyik. Çünki kamal yolumuz buradan keçir. Mənim məsuliyyətim var, özümlə bağlı. İslah eləməliyim özüm. Əks təqdirdə nə baş verəcək? Biz özümüzü islah eləməsək, bu kamal yoluna getməyəcək, onda ziyan edəcək. İnnəl insana ləfi xusur. İnsan ziyan içindədir. Nəzər al ki, sən əbədi varlıqsan. Biraz qısa izah vereyim. Əbədi varlıqsan. Bunu nəzərə al. Tutaq ki, sən əbədi olan bir varlıq gəldin, dünya adlı məntəqəyə karyera qurdun. 30 ilə. Öldün. Sonra nə oldu? Bitdi. Yaxşı, sərvət toplamağa başladın. Sonra nə oldu? Ömrün qutardı. Daha sonra sən əbədi varlıqsan axı. Ona görə deyilə, İslam dini prioritet məsələ insanın özünü islaha qərar verir. Özü islah elə ki, kamal yolunu gedəsən, ali insan olasan və sənin yolun oradan keçir. Özü islah eləməsən, kamala çatmazsan. İşin çoxalar, işin böyüyər, vəzifən artar, pulun artar və şöhrət, hörmət, bunları bildi mi? Amma özün böyümərsən. 70 ildən ibarət deyilsən. Razısınız? 70 ildən ibarət deyil yaxı. Aha. Deməli, biz məsulluq ki, özümüzü islah edək. Bir pilə dönə geyirəm. Nəinki məsulluq özümüzlə bağlı, biraz məsələni çətinləşdirirəm sizə. Həqiqəti deyim, amma kömək də edeyim sizə. Biz yalnız özümüzlə bağlı məsuliyyət daşımırıq. Biz ətrafımızı, yaxınlarımızı, cəmiyyəti də islah etməklə bağlı böyük bir missiyamız var. Hər birimizin. Burada da ruhanidir. Sən o işlə məşğul ol, biz də işləyək, belə bir söhbət yoxdur. Sən o işlə məşğul ol, biz sənə dua edirik. Biz getdik ticarətimizə, biznesimizə. Halaldır sənə. Maşallah qəşəng danışırsan, yox qardaşım. Qurban olaram. Əl-ələ verməliyik.
İslahatla cəmiyyəti islah eləməyə çalışmalıyıq. Hər birimiz. Hər birimiz. Bu haqda sənin məsuliyyətin var, mənim də məsuliyyətim var. Bu yalnız ruhanilərin boyuna düşən vəzifə deyil. Hər birimizin vəzifəsidir. Bəli, müasir dünyamız daha çox individuallığı təbliğ eləyir. Yəni, özün üçün yaşa. Özün üçün yaşa. Və sözlərinə də baxırsan, fədakarlıq boş bir şeydir. 5-3 nəfərdə adama görsən, yaxşılığın cavab verməyən kimi, əşiz gördüyü öz həyatı yaşa, təxminən sərf eləyən sözlərdir bu bəşərədə. Bəli, müasir dünyamız təbliğatı bundan ibarətdir. İnsan öz həyatı yaşa, öz də maddi həyatı, yalnız o maddi hissləri ödə, kənar sənə o qədər də maraqlı olmasın. O Mirzə Ələkbər Sabirin sözü var, o beyt şeir. Millət necə tar ağac olur olsun, nə işin var, nə olur olsun, nə işin var, təxminən belə. Sənin, mənim vəzifəm budur, qardaşım və bacım. Məsələ biraz çətindir, amma şərafətli missiyadır. Allah həmd edirəm ki, bunu bizə nəsib edeyim. Qurban olum sənə, ya Rəbbəl aləmin. Bizə nə boyda iş tapşırmısan? Xırda iş tapşırmamısan, nə sən bizə? Böyük iş tapşırmısan. Adam sevinir. O şaşırsan, Allah belə bir iş tapşırır. Hərdən görsən, bir tələbə müəllimdən belə, biraz inciyir, küsürdür. Niyə elə bir şey, əvvəlki kimi mənə diqqət ayırmırsan, dərs soruşmursan, tapşırıq vermirsən. Yəni, məsələn, bir nəfərin üzərində bir böyüdür. Deyir, əvvəl məsələn, mənə danlayardın, daha danlamırsan, elə bir mənə atmırsan. Böyük bir iş tapşıranda görsən, sevinir ki, mən o tapşırdın, çox sağ ol. İndi bəşər olaraq bizə Allah böyük bir missiya verir. Qurban olum sənə, ya Rəbbəl aləmin, sağ ol. Təşəkkür edəyək Allaha. Bu nə qədər şükrün verir, söz azdır. Adam sevinir ki, onu bizə tapşırıblar. İlahi. Böyük bir dənə müjdədir insan olaraq yaranmaq. Bəşər sözü də elə bu şura, bəşər, yəni müjdə. Sən ki, xilqətin içərisində insan olaraq yaranmısan, özü bir müjdədir artıq. Özü bir dənə böyük müjdədir. İlahi, sənə qurban olum. Yaxşı. Bu özü peyğəmbərlərin missiyasıdır ya, mən dediyim bu məsələ, peyğəmbərlərin missiyasıdır. Və bu missiyanı necə icra eləməlisən? Həm özünün islahı, həm cəmiyyətin islahı. Mən mövzum budur ki, biz ətrafımızı islah eləməliyik. Yaxşı? İndi bunun üçün deyilən məsuliyyət daşıyırsan. Gələn söhbətlərimizin məsələ daha çox şəffaflaşacaq. İndi biz bu missiyanı necə icra eləməliyik? Təkcə boynumuzdan vəzifə götürülsün, yox. Ürək yanıqsı eşqlə, sevgi ilə. Sevməliyik insanları. Mən demirəm sevməliyik, heç sərt söz də deməməliyik. Bu da yanlışdır. Sərt söz də deyərlər. Kökündə sevgi olsa nə gözəl. Yox, elə həmişə mülayimlik də bir şey deyil. Başa-düşürsən. Onda islahat olmaz. Bu sərtdir söz deyərlər. Bu ümumiyyətlə ilahi xülqdir, Allahın sünnəsi budur. Allah özü belə davranır bəşərinə, peyğəmbərlər belə davranır bəşərinə, imamlar belə davranır. İmamların baxın o hərəkətlərinə bəzi elə sərt reaksiya verirlər ki. Elə bir sərt sözlər deyiblər ki. O imamın sözüdür. Bəzi vaxtlar o titrətmək üçün lazımdır sərt danışırsan. Amma eşqlə, sevgi ilə. Məsələn, mən sizə indi bir dənə ayə oxuyuram, inşallah buradan nəticə çıxardıram. Görün, necə Nuh Peyğəmbər danışır, deyir, Allah deyir, Nuhu göndərdi öz qövmünə, ya qalə, ya qavmi, ubudullah. Ey qövm, Allaha ibadət edin. Ubudullah ma lakum min ilahin qeyruhu. Ondan başqa məgər ilah var. İnne axafu aleykum azaba yevmin azim. Narahatam sizdən. Qiyamət sizi gözləyir. Dönücü sevgi ilə danışır Nuh. Nuh elə birbaşa demədi, Allah bunları qır getsin. Nuh yazıq belə danışıb. Sən Nuh ahırda qayıdıb, bunlar adam olan deyil. Nə bunların balası adam olacaq, nə özü. Bunlar hamısını qır getsin. Ayənin o tərəflərinə baxsa, Allah deyir də bunlar düzələn deyil. Axırda dedir, bunlar qırılsın, ya Rəbbəl aləmi. Yoxsa Nuh Peyğəmbər belə danışır. Qaləl mələu min qavmihi. Təəssüf olsun ki, orada bir qrup imkanlılar var idi, aristokratlar var idi ki, belə deyək də, Nuhu qəbul eləyə bilmirdilər. Çünki Nuhu qəbul eləmək belə deyək də, özlərinin yaraşdıra bilmirdilər özlərinə ki, Nuhu qəbul eləmək, bəzi kasıblarını oturdur eləməkdir, Nuhu qəbul eləsək, öz fikirlərinin üstünə xət çəkməliyik və s. Qayıtlar, inna lənərakə fi dalalin mubin. Ay Nuh, sən azğın adamsan, biz səni bu vəziyyətdə görürük. Özlər yer qoymayıblar, %100 səni görürük, sən konkret zəlalətdəsən.
Yazıq Nuh qayıdı, qali ya qavmi. Nuh yenə belə danışır, mənim qövmüm. Bunlar yenə özünə nisbət verir, ha, sevgiyə bax. Bunlar belə deyir, deyirsən, bədbəxtsən, gəlmirsən bizi bədbəxt eləməyə. Nuh qayıdı, ya qavmi, neysə biz zəlali. Yo, mən bədbəxt deyiləm. O, başqası o götürən neyniyər? O bir nəvər gəlmişdi, bilməm, danışmışam yoxsa, o gəlmişdi işə, müdür işçi götürməli idi, işçi müdürlə görüşür, müdür onunla əvvəldən danışır da, deyib, mən biraz adamam, biraz sərt adamam, bir də görürsən, sənə sərt sözlər deyərəm də, işçi də qulaq asır. Mən hirsləndim, görürsən, sərt danışıram. Deyir, sonra, deyir, mən hirsləndim, bir də görürsən, nəinki sərtə təhqir edirəm. Deyir, sonra, deyir, mənim belə bir xüsusiyyətim vardı, biraz hirsləndim, qəzəbləndim, həddimi bilmirəm, bir də görürsən, başqa cür, lap başqa cür danışaram. İşçi qayıtdı ki, qardaş, bildim, amma qoy mən də sənə özümü tanıtdırım. Mən də biraz sərt adamam, qəzəbləndim, belə baxmıram da, qətdanı götürüb çırpıram adamın başına. Mən də buyam. Hə, dedi, onda bizim yolumuz səndən tutmaz, sən ki, səndə, mən ki, məndə. İndi Nuh bunlar qayıdır, deyir ki, bir sən nə varsan, azğınsan. Nuh da var, yox, mən elə də öyrənmişsiniz, elə başa düşmüşsünüz mən. Qoy biraz sizə danışım. وَلَاكِنِّ رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِ Mən rəsulam, aləmlərdən sizə gəlmişəm. Özü uballiğkum risalati Rabbi. Mən gəlmişəm Allahın buyruqlarını sizə çatdırım və ənsahu lakum. Ürəyim yanır sizə. Nəsihət burada eşq, məhəbbət, sevgi. İstəyirəm sizi hidayət edeyim. Mənim sizə o qədər eşqim var. Axı bilirsiniz niyə? İnni və a'lamu minallah ma la ta'lamun. Bəzi şeylər mən bilirəm, siz onu bilmirsiniz. Siz elə tutduğunuzu tutmusunuz. Mən bildiklərimi bilmirsiniz deyə nə belə danışırsınız. Görünüzü danışdı. Tam fərqli danışdı. Deməli, mən məsuliyyət daşıyırıq ətrafından bağlı. Amma orada bir eşq olmalıdır, sevgi olmalıdır, məhəbbət olmalıdır. Və biz çalışmalıyıq neyək? Kömək eləyək, çıxardaq bəşəriyyəti bataqlıqdan. Hamımız belə bir məsuliyyətimiz var. Və necə çağır, neynəməliyik? Eşqlə, məhəbbətlə qarşı tərəfin xeyrini istəməliyik. Həm dünya xeyrini, həm axirət xeyrini. Həm dünyalarının xeyrini istəməli, həm axirətlərinin. Həzə vaxtlar birinin imkanı yoxdur, imkanıya nifrətlə baxır. Məsələn, misal deyir, amma biri avtobusda gedir, görəndə biri maşında gedir, öz şəxsi maşında, avtobusa o nifrətlə baxır. Misal. Yox, belə yox. Adam gələk, qarşı tərəfin xeyrini istəyə. İndi o qarşı tərəf layiqdir ona. Həm dünya xeyrini istəyə, həm axirət xeyrini istəyə. Peyğəmbərlər də bu cür gəlirlər. Mən bizə hədis deyirəm, inşallah bunu da yekunlaşdıram sizə. Peyğəmbər buyurur, ənə zul eyneyn. Mənim 2 dənə gözüm var. Yəni, həm dünya görən gözüm var, həm axirət görən gözüm var. Həm gəlmişim, dünyavızı abad edeyim, həm axirətinizi saadətlə bitirim. Həm dünya xoşbəxtliyi, həm axirət xoşbəxtliyi. Mənim 2 gözüm var. Dünya və axirət. Dəccalla bağlı deyilən söz nədir? O bir gözü var. İndi o belə cizgi filmlərdə görünən kimidir, o dəccalı nədir, qalsın bir var. Onun bir dənə gözü var. Ya bir dənə gözü var, ya dünya görən gözü var. Ya dünya maraqlardır. Ondan başqa bir şey deyil. Peyğəmbər deyir, mənim 2 gözüm var. Həm dünya, həm axirət. Peyğəmbər gəlmir bizim dünyamızı əlimizdən alsın, yalnız axirət versin. Axirətin yolu dünyadan başlayır. Əmməlləzinə suidu, dünyadan keçir səadətin yolu. Dünyada səid və xoşbəxt olanlar axirətdə xoşbəxt olacaqlar. Amma səadəti qədər düzgün anlayaq. Peyğəmbər gəlib həm bizə dünya səadəti versin, həm axirət. Həm dünyamızı abad eləsinlər, həm axirətimizi. Peyğəmbərlər bunun üçün gəliblər. Biz bu mənada məsuliyyət daşıyırıq. Həm dünya xeyri, həm axirət xeyri. İkisi bir yerdə olmalı. Biz bəzi balalarımızın, övladlarımızın dünya tərəfini düşünürük. Məsələn, deyirəm, karyerasını, təhsilini, amma axirətini unutmuşuq. Balamız namaz qılmır, o narahat eləmir bizi. İmanlı deyil, o bizi narahat eləmir. Yox, zul eyneyn. Mənim 2 dənə gözüm var. Həm dünya, həm axirət görən gözüm var. Həm dünya məsələlərində bəşəriyyətə faydalı olmalıyıq, bu mənada məsuliyyət daşıyırıq. Həm axirət mövzularında biz faydalı olmalıyıq, xeyirli bəndələr olmalıyıq. Bu mənada biz məsuliyyət daşıyırıq. Məsələ bu qədər ciddidir. Mövzumu gətirdim, buraya bir gün müqəddimə xarakterli danışdım. İnşallah gələn söhbətlərimiz davam edəcək. Biz məsuliyyətli varlığıq. Bir nöqtə budur. İnşallah davam edəcək bu söhbətləri.